İmam Məhdi əleyhissalamın qısa tərcüməyi halı. 12-ci İmam Həzrəti Məhdi əleyhissalam 255-ci il Şaban ayının 15-də Samira şəhərində dünyaya gəlmişdi. Onun adı və künyəsi Həzrəti Peyğəmbərin adı və künyəsi ilə eynidir. Məsum imamlar onun əsl adının çəkilməsini qadağan etmişlər. Höccət, Qaim, Xələv-i Salih, Sahib-əz-Zaman və Bəqiyyətullah onun ləqəblərindəndir. Ən məşhur ləqəbi isə Məhdidir. Atası 11-ci İmam Həzrət Həsən Əskəri, anası isə möhtərəm xanım Nərdiz xanımdır. Anası Reyhanə, Süsən və Səqil adları ilə tanınmışdı. Nərdiz xanımın fəziləti və mənəviyyatı o dərəcədə olmuşdu ki, İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Nəqinin bacısı Həkimə xanım onu öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xidmətçisi adlandırmışdı. Həzrəti Məhdi əleyhissalamın 2 qeyb dövrü olmuşdu. Onlardan biri qısa müddətli, yəni kiçik qeyb dövrü, digəri isə uzun müddətli, yəni böyük qeyb dövrüdür. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin, yəni kiçik qeyb dövrünün qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.